Bismillah. Bürclərin 22 aprelə ən düz proqnozu və günün pulda ən şanslı bürcləri və ən gərgin bürcləri. Qoç, biraz gərginlik hiss edə bilərsən. Səbirli olsan günün sonunda hər şey yoluna düşəcək. Buğa, uğurlu gündür. Maddi və şəxsi həyatında sevindirici inkişaflar mümkündür. Əkizlər, ünsiyyət baxımından güclü gündür. Yeni tanışlıqlar və xəbərlər sənə fayda verəcək. Xərçəng, duyğuların artacaq. Hər şeyi ürəyinə salmamağa çalış. Sakit qalmaq vacibdir. Enerjin yüksəkdir. Özünü göstərmək və liderlik etmək üçün əla zamandır. Qız, maliyyə və iş mövzusunda uğur var. Planlı hərəkət etsən səni qazanca aparacaq. Tərəzi, münasibətlərdə balans qurmaq vacibdir. Açıq danışıq problemləri həll edəcək. Əqrəb, biraz daxili narahatlıq ola bilər. Özünə vaxt ayırmaq sənə yaxşı təsir edəcək. Ox atan, şanslı gündəsən. Yeni fürsətlər və gözlənilməz uğurlar mümkündür. Oğlaq, iş yükü arta bilər. Səbirli olsan nəticə müsbət olacaq. Dolca, yaradıcı ideyaların çoxalır. Yeni planlar üçün uyğun gündür. Balıq, intuisiyan güclüdür. Düzgün qərar vermək də sənə kömək edəcək. Günün ən şanslı bürcləri bunlardır. Buğa, maddi və şəxsi uğur var. Ox atan, fürsət və şans. Şir, enerji və liderlik. Günün ən gərgin bürcləri Qoç, gərginlik və tələskənlik. Xərçəng, emosional həssaslıq. Əqrəb, daxili narahatlıq.